Ölkənin baş notariusu Anar Süleymanov vəzifəsini itirib, ajansaza etibarlı mənbələrdən daxil olan məlumata görə hüquq mühafizə orqanları tərəfindən Ədliyyə Nazirliyinin Notariat İdarəsində aparılan əməliyyat tədbirləri nəticəsində vergidən yayınma, rəsmi sənədlərin saxtalaşdırılması, korrupsiya faktları aşkar olunub. Bununla əlaqədar olaraq Ədliyyə Nazirliyinin Notariat İdarəsinin rəisi, Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin rəis müavini Anar Bahadıroğlu Süleymanovun saxlanıldığı bildirilir. Xatırladaq ki, Ədliyyə Naziri Fərid Əhmədov 2024-cü ilin aprel ayında Anar Süleymanovu bu vəzifəyə təyin etmişdi. Əldə etdiyimiz məlumata görə Anar Süleymanovun bir sıra notariuslara verdiyi qeyri-qanuni tapşırıq və icra edilən sənədlərin yoxlanılması həyata keçirilir. Korrupsiya faktlarında əlbir olan şəxslərin və digər informasiyaların dəqiqləşdirilməsi də aparılır. Bu, bizim ajansazın əldə etdiyi məlumat idi etibarlı mənbə tərəfindən. Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən sorğumuza cavab olaraq bildirdilər ki, Ədliyyə Nazirliyinin Notariat, Qeydiyyat və Reyestr Baş İdarəsinin rəis müavini Anar Süleymanov 14 aprel tarixindən öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Onun barəsində hüquq mühafizə orqanları tərəfindən ajansazın qeyd etdiyi əməliyyat tədbirlərinin aparılması barədə Ədliyyə Nazirliyində hər hansı bir məlumat yoxdur. Bu, ajansazın özəl məlumatı idi.